Herkese salam. Bugün sizlerle birlikte 6. sınıf Riyaziyyat dersinden 5. bölümünü ümumiləşdirəcək. Gəlin başlayaq. İlk mövzu paralel ve perpendiküler düz xətlərdir. Bu ders hakkında geniş bir məlumatımız var. Ben biraz daha məlumat vereceğim. Deməli ilk önce burada düz bucaq altında gəlişən iki düz xəttin perpendiküler adlandığını deyib. Perpendiküler xətlər yeni baxın göstərək. Məsələn, 2 dənə düz xətt demir. Məsələn, belə bir düz xətt çəkəcəm. Belə bir dənə də buradan məsələn çəkmədim. Burada yaranan bax bu hissədə bunlar düz xətt gətirirlər. Məsələn, 90 dərəcəli bir əmələ gətirirlər. Belirlikdə perpendiküler bir xətt əmələ gətirirlər. Burada da yenisi olacaq. Burada da yenisi olur. Burada da yenisi olur. Bir de var ki, yani bu kesişme olmur da 90 derece olmursa artık bu sadece kesişen düz xətlər olur. Mesela ben deyirəm ki, belə, bir de belə. Mesela bak bu hissə artıq burada mesela ne kadar eləsən də bu iti bucaq olur. Çünkü balacaqda 90 dereceden az. Yok 90 derece ondan böyle olur. 90 dereceden az yani. Deməli devam edək. Sonra orada verdiyinə paralel xətlər. Paralel xətlərdə siz zaten özünüz bilirsiniz. İndi onların işarələri bizdən soruşulsa işarələr necə olacaq? Perpendiküler düz xətlərinki belə olurdu. Paralel düz xətlərinki de eynisin bu formada olacaq. Yani paraleller de artık özünüz bilirsiniz ki paraleller nedir? Yalnız deməli onlar birbirine kəsişə bilmirlər. En birinci bizim mütləq qaydamız budur ki, onlar birbirine heç cür formada kəsişə bilmirlər. Sonra digər qaydamız neydi? Koordinatlar. Koordinatları zaten hamımız çok yaxşı bir formada bilirik. Üzerinden geçək yine de. Mesela bir koordinat oxu çəkəcəm. Mesela deməli bizim həmişə öğrendiğimiz koordinat oxu bu formada oldu, düzdür mü? Deməli mesela biz bura x deyirdik, bura y deyirdik ve deməli 1, 2, 3, 4 formasını da adlandırırdıq. Ensin burada deyirdik 1, 2, 3, 4 formada adlandırırıq. Bu bir koordinatdır. Mesela deyirəm ki A 3'ün 4'dədir. Buna əsasən indi gəlin koordinat oxunu ilk önce siz tapın, sonra mən deyim. Ümid edirəm ki tapdınız, devam edək. Deməli burada A'nı tapmaq üçün neyini yiyəcək? En birinci x, y. Birinci x'i tapırıq, sonra y'ə. Deməli burada x 3'dür. Gəlirəm x oxundan, x tərəfindən 3'ü götürürəm. Burada da y göstərib də. Y də 4'dür. Gəlib buradan da 3'ün 4'ə. Deməli tam bu nöqtəyə A düşəcək. Hətta qırıq-qırıq oxlarla da göstərəcəm. Bu formada olacaq. Bir de var ki, ben deyirəm ki artıq ondan sonra keçdiyimiz yeni bir mövzu olaraq düzbucaqlı koordinat sistemi. Bu zaman artıq biz oxun davamında görürük bu formada. Burada artıq -1, -2, -3 ve -4 yerləşir. Bu tərəfdə də eyni -1, -2, -3, -4 yerləşir. Və bu oxun mənasında deyəcəm. Bu ox yəni davam edir də. Bu tərəfi çəkməyə gerek yoxdur. Ama bu iki tərəfi çəkmək əslində lazımdır. Davam eləyək. Deməli. Məsələn, indi mən başqa bir deyəcəm. B-ni deyəcəm indi. B də olsun -3'ün 4'ə. İndi bunu göstərəcəm. -3 x deyil. Gəlin bu x oxundan -3 tapıram. 4'ü dediyi üçün də gətirirəm. 4'ü düz burada saxlayıram. Demək bu nöqtə nəyə düşdü? B oxuna düşdü. Sonra devam eləyək. Yəni bu formada gedəcək. Burada bu x dediğimiz var. O apsiz oxudur. Oks oxu da deyirlər. Belə oks yazılır ama apsiz oxu deyirlər. Sonra biri de var. Deməli bu da yuxarı olan, yəni y olan ordinat oxu sayılacaq. Deməli bu başlanğıc nöqtəsi, yəni 0'da koordinat müstəvisi üzr istəyirəm.
koordinat başlanğıcı deyilir. Bu ümumilikdə özünə isə deməli koordinat müstəvisi deyilir. Yəni bu formada digər qaydamız düz mütənasib asılılıqda. Biz bunu yəni keçmiş dərsimizdə öyrənmişdik. Keçmiş dərslərimizdən birində zaten öyrəndiyimiz üçün hal-hazırda asan olur. Deməli gəlin onda başlayaq. Düz mütənasib asılılıq. İlk öncə deməli biz zaten bilirik ki, burada deməli əmsal y bərabərdir k vur x-dan. Buna əsasən də artıq biz məsələn həll edə bilərik də, düzdürmü? Məsələn, tamam mən deyirəm ki, bir çox şeydə k əmsal axtarırıq da biz. Məsələn, bizə verilir ki, belə götürəcəm, deməli. Tamam, bizə verilib 2, x-lar cərgəsində, bir dəqiqə cədvəl çəkəm. X-lar cərgəsində verilib 2 və deməli, digər cərgə verilib, belə cərgələrə bölünən və bu cədvəldə bura 4 verilib, bura 3 verilib, burada 1 verilib. Yox, 1 deməyək. Y-dir bura ilk öncə onu göstərim. Deməli 12 verilib və burada da deməli 8 yazaq. İndi bunu əsasən gəlin bir həll eləyək. 3 ilə 12 deyil. Deməli 12-ni almaq üçün k-nı, yəni k əmsalımıza nəsə eləyib 3 alırıq. Deməli burada k neçədir? Avtomatik 12-ni 3-ə bölməyəcəm mən. Bu zamanda k neçəyə bərabər olacaq? K bərabər olacaq 4-ə. Deməli k 4 idisə, onda mən deməli x2 və k da 4-düsə, bu zaman y almaq üçün 4'ü 2'ye vuracağım. Sonra y bərabərdir 4 deyil. Onda 4'ü də 4 bərabərdir. 4'ü də neçə vururum? X'a vuracağım da. X'də tapmaq üçün neyəcəm? Buraya ilk öncə yazım 4. 8'imi yazım. Bu cavabı 8 eləmədi. Gəlib buraya yazıram. Sonra bu 4 burada da neçə olacaq? X'i tapmaq üçün x də bərabər 4 bölü 4 deyil. Buna əsasən də deyə bilərəm ki, bu 1'də. Deməli, burada yazacağım 1 bu cədvələdə. 8 deyirdi. Sonra 8'i də indi mən y almaq üçün 8'i neçəyə vuraram? X'a vuraram. Deməli, x yəni üzrəcəm k'ya vuraram. K neçədir? K da 4'dür. Deməli, onda da y bərabər olacaq neçəyə? 32'yə. Gəlirəm cədvəlimə yazıram 32. İndi bunu koordinata görə də götürəndə, məsələn, tamam ki, burada belə bir şey var ki, indi biz düzbucaqlı koordinat sistemi qaydasında bunu da öyrənmişdik əslində. Ki, məsələn, bunun eyni olmadı. Əslində buna bu B tam deyil. Mən B'ni deməmişdim tamamsa. Bunu biz A' deyirik. Bunun səbəbini də deyəcəm. Çünki bundan tam əksdə. Bu da nə olacaq? Bu da mən də dedim o x yəni absis və o y yəni ordinat oxu. İndi bunları sizə izah verəcəm. Necə? Deməli ilk öncə bizdən o x oxunu və yaxud da o y oxunu tapmağı xahiş edə bilərlər. Deməli bu zaman necə eləyəcək? Bu zaman məsələn tam A deməmişdim mən. İndi mən bunu əsasən, bu qaydaya əsasən belə göstərəcəm. Bir dəqiqə. A oxunu, A-nı dəyişəcəm. A-nı dəyişəcəm o x oxuna görə. A-nı o x oxuna görə dəyişəndə neyini? 3'ün 4'ü deyildi. Və mən burada dəyişəndə aşağıya keçirəm. Bunun simmetrik oxun eynisini aşağıya keçirirəm o x-da. Səbəbini deyəcəm. Səbəbi budur ki, o deməli A nə idi? 3'ün 4'ü idi da. Deməli, burada x olduğu üçün x olduğu kimi qalır. Yəni 3 olduğu kimi qalır. Sonra mən alacağım. Deməli, burada yazacağım 3'ün 4 tamamilə dəyişir. Yəni müsbət etsə mənfi, mənfi etsə müsbətə keçir. Bu zamanda necə olacaq? Mənfi 4 olmur. O zaman da A' çevrilir. Yəni dəyişdiyi üçün A' qeyd edirik. Bu formada indi bunun davamını bu necə izah verim? İndi keçək o y oxuna. O x'i zaten anladınız. O x asanlıqda. Deməli, yəni məsələn mən buradan nə çəkəcəm? Mən buradan bu formada 3'ün dedi. Buradan bu formada bir ox çəksən və qeyd eləsən, bu artıq olacaq. A' ox oxuna görə dəyişir. X. Absis oxuna görə dəyişməsin.
Davam edək. Deməli, o y-ə görə dəyişəndə a-nın, deməli, burada o y oxuna görə dəyişəndə necə olacaq? Deməli, a nə idi? 3-ün 4-ə deyildi. Bu zaman da dəyişəcək. Deməli, y oxu olduğu üçün y olduğu kimi qalacaq. Yəni, 4 olduğu kimi qalacaq. 3 olacaq. -3. Bu formada dəyişdik. Yəni, bu A-dır. Buradakı o y oxu olacaq. Bəs bu tərəf. Deməli, bütün simmetriyi çəkdik də bir sözlə. İndi gələk bu tərəfə. Bu tərəfdən də burada bir ox yerləşir. Bu da A-nın dəyişməsindən biridir. A bütöv dəyişəndə, yəni A' olanda isə tamamilə dəyişir. Yəni 3-ün 4-ə deyildi, olur -3-ün -4-ə. Yəni burada da artıq gördüyünüz kimi bu olacaq. Və bunların da deməli rübləri var. Birinci rüb, ikinci rüb, üçüncü rüb və dördüncü rüb. İndi bunları göstərəcəm sizə. İndi isə rübləri izah edəcəm. Deməli yeni bir ox çəkəcəm. Buna əsasən göstərəcəm. Deməli burada da 1, 2, 3. -1, -2, -3. Deməli bunu əsasən burada da -1, -2, -3. Deməli burada necə olacaq? Bu tərəf ümumilikdə bu hissə olacaq birinci rüb. Bu tərəf olacaq ikinci rüb. Bura olacaq üçüncü rüb. Burada olacaq dördüncü rüb. Deməli, indi bunun səbəblərini deyəcəm. Bu necə olur? Deməli, ilk öncə saat əqrəbinin tərsində hərəkət eləyir. Bunu belə yadınızda saxlayın. Və bu necə olacaq? Deməli, ilk öncə müsbət, x da müsbət olarsa, belə qeyd edəcəm. X da müsbət olarsa, y da müsbət olarsa, bu zaman olur deməli birinci rüb. Bu birincidir. İkinci rüb də deməli x mənfi olarsa, mənfi x müsbət y olarsa olur. Üçüncü rüb hər ikisi də mənfi olarsa olur. Mənfi x-a, mənfi y-ə və dördüncü rüb də müsbət x-in mənfi y-ə olacaq. Yəni bu formada əzbərləyib də yadınızda saxlaya bilərsiniz. Bir dəqiqə bunu formada yazacağım. Yenidən bu tərəfdən yazacağım. Birinci rüb isə müsbət x-la müsbət y olur. Yəni necə istəyirsinizsə öyrənə bilərsiniz. Saat əqrəbinin təsirini ilə də yadınızda saxlaya bilərsiniz. Davam eləyək. İndi isə düz mütənasib və tərs mütənasib ikisi birlikdə danışdıq əslində. Düz mütənasibin qaydası nə idi? Y bərabərdir k vur x deyildi. Burada da y bərabərdir k böl x. Və yaxud da mənim üçün daha rahat belədir. K bərabərdir y vur x. Necə ki burada y bərabərdir k vur x deyildi. Burada k bərabərdir y vur x. Mən belə daha rahat yadımda saxlayıram. Siz necə yadınızda saxlayırsınızsa da yəni elə. İndi məsələn bir cədvəl çəkəcəm. Buna əsasən deyəcəm. Buradan çəkim. Deməli cədvəl bu formadadır. Bura x, y-ə qoyuram. Deməli tutalım ki bura 4'dür. Bura 8'dir. Bura 2'dir. Bura 1'dir. Burada 4, 5, 6 da olmur. Hepsinin olmur ki. Qalsın da belə. Deməli, onu davam edirik. 4 ilə götürdük, 1 ilə axtardıq. Deməli, biz necə eləyirdik? X-ı vururduq y-ə. K-nı almaq üçün. İndi burada da K-nı almaq üçün 2-ni vururam 8-ə və cavabda nə eləyəcək? 16. K 16-sı bunu açsan həll eləyək də onda. Məsələn, mən 16-nı artıq 4-ə bölərəm.
Y almaq üçün. Deməli y-də necə olar? 4 olar. Gəlib yazaram bura 4. Sonra 1 yazılmayıb. 16-nı bölərəm 1 eləyər 16. Yəni y-də bərabər olar 16. X-də bərabər olar 16. Deməli gəlib yazaram bura 16. Yəni bu formada gedir. Sonra digər qayda funksiyadır. Funksiya çox bəsit bir qaydadır və indi ona aid bir misal işləmək istəyirəm. Məsələn, kitabda yazılan sual oxuyacağam. Düzbucağının sahəsi 60 kvadrat santimetr. 60 kvadrat santimetr. Sonra deməli bir tərəfin uzunluğu deməli 2 dənə tərəf var. Biri x götürəcəm. Birində y götürəcəm. Deməli indi deyir ki, birinin uzunluğu x santimetrdə, elə eyni şey deyir. X santimetrdə. Onda digərini tərəf bu x santimetrdir və digərdə yəni nə qədər olacaq? Digərdə biz avtomatik digərini tapmaq üçün nə edirdilər? Digəri tapanda 60-ı bölürük qısa ki, tapaq da cavaba. Yəni, məsələn, hər hansısa bir misalla da götürürlər, zaten elə eləyəcək. Məsələn, başqa bir misal oxuyum. Məsələn, deyirəm ki, bunu da deyim sonra. Deməli, burada kitabda verilib ki, x sərbəst ədəddir. Sərbəst olmasının səbəbi, yəni, belə deyək də, istədiyi kimi dəyişə bilər. 3 də ola bilər, 4 də ola bilər, 12 də ola bilər, 20 də ola bilər. Amma y ondan asılıdır. Yəni, x necə dəyişsə, məsələn, x 2 olsa, bu 30 olur. Bu 3 olsa, bu 20 olur. Yəni, bu dəyişdiyi qədər, bu ondan asılı olduğu üçün, bu da ona görə dəyişir. Yəni, asıllıq və sərbəstlik budur. Burada deməli məsələnin biri də budur ki, sürəti v km/saat olan avtomobil 120 km məsafəni t saata gedir. T saata gedirsə avtomatik necə olacaq? Gəlin yazaq bunda. Deməli burada asıllıqlar tapmalıyıq. V-nin də asıllığını tapmalıyıq. T-nin də asıllığını tapmalıyıq. Bu zaman necə olacaq? Bu zaman V-ni tapmaq üçün nə etməliyik? 120-ni T-yə bölməliyik. Yəni artıq burada da baxın fərqindəsə T burada sərbəst olur. Yəni sərbəst istədiyi qədər dəyişə bilər. Ancaq V isə ondan asılıdır. Yəni V-in asıllığıdır. T-nin asıllığında isə V istədiyi qədər dəyişə bilər. Axı niyə? Çünki V nə qədər dəyişsə də sərbəstdir axı bunlar. Dairələdiklərim sərbəstdirlər. Yəni bunları dairəliyim. Amma bunlar isə burada asılıdırlar. Yəni bunu da öyrənmiş olduq. Videomu izləyən hər kəsə həqiqətən çox minnətdaram. Sağ olun.